Salam, xoş gördük. Bugün bizim webinarımıza e, hər birinizi salamlayıram. Son vaxtlar siz hər birinizdən, çoxunuzdan belə bir sual alıram ki, numerologiya ilə bağlı kurs nə vaxt olacaq? Hamınız nələrsə öyrənmək istəyirsiniz, özünüzü hesablamaq istəyirsiniz, ehtimal xətlərini, gələcəklə bağlı, hissiyatla bağlı. Amma sizə bir şey demək istəyirəm ki, bu sistemi ümumiyyətlə numerologiyanı sizə birbaşa öyrədə bilməzdim. Çünki fundament olmadan, üzərinə bünövrə olmadan bina tikmək mümkün deyil. Əgər insan əvvəlcə özünü, öz təbiətini, öz enerjisini və öz daxili quruluşunu anlamırsa, sonrakı sistemləri sadəcə əzbərləyəcək. Orada nəsə dərk etməyəcək, hiss edə bilməyəcək. Buna görə də biz birinci seanslarımızı edirik, öz üzərimizdə olan hansısa neqativ proqramları təmizləyirik, çalışırıq sıfır vəziyyətinə gələk, ondan sonra bunun üzərində nəsə inşa edək, başqalarına kömək edək və yaxud da hissiyatımızı istifadə edib gələcəklə bağlı və yaxud da ehtimal xətləri ilə bağlı nələrsə özümüz ehtimal edə bilək. Düşünə bilək ki, yəqin ki, belə ola bilər, bu ola bilər. Özünüz də bilirsiniz ki, gələcəyi Allahdan başqa heç kəs bilmir və gələcək də indi hal-hazırda yoxdur. İndi etdiyiniz hansısa hərəkət sizin gələcəyinizi formalaşdırır, müəyyənləşdirir. Bugün biz hər şeyin təməlindən başlayacağıq. Bu demək olar ki, bu ezoterik elmlərə, sizin enerji praktikalara girişinizdir, açarınızdır və bu nədir? 4 element, 4 ünsür və 4 mizac. Bugün ondan danışacağıq, hardan gəliblər, onun nə üçündür, insan xarakterinə təsiri nədir, mizac nədir, temperametr nədir, bütün bunların hamısının astrologiya ilə əlaqəsi, numerologiya ilə əlaqəsi, çakralarla əlaqəsi, bunların hər birini bir yerdə anlayacağıq. Bugünkü webinarımızda hər elementin güclü tərəfləri də var, zəif tərəfləri də var, pozitiv, negativ tərəfləri var, bunların hamısından danışacağıq. Onsuz da biz seanslarımızda bu elementlərlə işlədiyimizi özünüz də yəqin ki, görmüşdünüz. Hansısa elementin sizin göz yaşlarınızla, əsnəməyinizlə çıxdığını özünüz yəqin ki, hiss etmişdiniz. Webinarın sonunda birlikdə kiçik bir praktika edəcəyik. Bu praktikada bədəninizin verdiyi bəzi siqnallar vasitəsilə özünüz də görəcəksiniz ki, sizdə hansı element daha aktivdir. İstəyirəm ki, siz bu webinarı bitirdikdən sonra sadəcə yeni bir məlumat əldə etməyəsiniz, həmçinin özünüzü daha yaxşı anlayasınız ki, niyə bəzən bəzi hadisələrə bir cür reaksiya verirsiniz, başqaları başqa cür reaksiya verir və bu sizdə fərqli bir baxış bucağı yaradacaq. Ümumiyyətlə, insan, əgər Quranda da baxsaz, Allah Teala deyir ki, insanı bir şəkilə, bir mizac üzərində yaratdı. Yəni, hər kəs eyni deyil. Özünüz də ətrafdakı insanlara baxsaz görərsiniz ki, hamı eyni deyil. Bəzi insanlar daha soyuqdur, bəzi insanlar daha istiqamlıdır, bəzi insanlar daha impulsivdir, daha emosionaldır, bəzi insanlar daha ağırbaşlıdır. Bunu analar öz övladlarında da görə bilirlər ki, 5 övladı varsa 5-i fərqli xarakterə, fərqli mizaca sahibdir. Yəni, bunların hamısının özünüzlə haqqında, özünüzü dərk etməyiniz haqqında bunları öyrənəcəksiniz ki, siz hansına aitsiniz, siz necəsiniz özünüz və özünüzü tanıdıqdan, özünüzü öyrəndikdən sonra da kainatı, dünyanı, insanları da oxumağı öyrənəcəksiniz. Gəlin indi keçək bu haqda danışaq 4 element, 4 ünsür haqqında. Ümumiyyətlə, müxtəlif qədim fəlsəfələrdə, müxtəlif mənəvi ənənələrdə insanın özünün bir kainat olduğunu, kiçik kainat olduğunu deyirlər. Yəni, insan kainatda mövcud olan qanunlara və o nə varsa, onların hamısı müəyyən miqdarda insan öz daxilindədir, öz əksini tapır. Kainat nədən ibarətdir? Birinci onu öyrənməliyik ki, sonra da öz daxilimizə baxaq görək, bizdə o kainatda olanlar varmı, yoxsa yoxdur? Kainatın nədən ibarət olduğunu qədimdən bəri insanlar cavabını axtarırlar. Hər zaman düşünürlər ki, biz hardan gəlmişik, bu aləm necə yaranıb, insan niyə bir-birindən insanlar fərqlidirlər? Bunlar haqqında çox uzun təfəkkürlər olunub, alimlər düşünüb və çox filosoflar bu belə bir nəticəyə gəliblər ki, maddi aləmdə gördüyünüz hər şey 4 əsas elementin, ünsürün müxtəlif şəkildə birləşməsindən ibarətdir. Bu torpaq, su, od və hava ünsürləridir. Sonradan Aristotel bu sistemi daha da inkişaf etdirib və bu ünsürlərin insan temperamenti ilə də əlaqəsini göstərib. Ondan əlavə o həm də efiri də 5-ci ünsür olaraq əlavə edib. Bunun haqqında gələcək webinarlarımızda sizə danışacağım, efir bədəni haqqında. Ya, əsas maraqlı olan bir şey də odur ki, bu 4 element, 4 ünsür təkcə fəlsəfədə deyil. Həmçinin elmdə, dində, fərqli ənənələrdə də öz qarşımıza fərqli formalarda çıxır. Məsələn, psixologiyada temperamenti yəqin ki, keçmisiniz məktəbdə və ya da universitetdə, orada görmüsünüz bu 4 temperamentin, bu 4 ünsürlə əlaqəsini, mizac elmində bunu görə bilirsiniz, çakra sistemində bunu görə bilirsiniz, astrologiyada hər bir üçün hansısa ünsürə aid olduğundan qarşılaşırsınız. Yəni, müxtəlif sistemlərdə, fərqli dillərdə danışsalar da onlar hər biri insanın daxilinin, quruluşunun anlamağa çalışıblar. Və bizim də məqsədimiz odur ki, bu insanın daxili fundamentini öyrənək ki, bunu gələcək dərslərimizdə, istər çakralar olsun, istər numerologiya olsun, bu mövzularda daha dərindən başa düşə bilək. Quranda insanın yaradılışından bəhs edərkən Adəmin palçıqdan, yəni torpaqdan və suyun birləşməsindən yaradıldığı bildirilir. Bir neçə ayədə bu keçir, bəzilərində deyir, gil kimi torpaqdan yarandı, bəziləri palçıqdan yarandı deyilir. Yəni, insan ən çox, bilirsiniz ki, olan insanın
ən çox Quranda yaradılışı ilə bağlı keçən element torpaqdır və necə deyirlər, torpaqdan gəlmişik, torpaqda gedirik. Düzü son zamanlar biraz dəyişilib, insanlar kremasiya edirlər, heç torpağı da bastırmırlar mənim yaşadığım məsələn ölkədə. Amma ümumi baxsaq Azərbaycanda ənənəvi olaraq insanı torpağa sonra dəfn edirlər. Çünki insan torpaqdan yaranır. Və bu torpaqdan Allah insanı yaratdıqdan sonra da öz ruhundan ona üfürür. Ruh, bundan danışacağım sizə, efirdir. Bunu sonra danışacağım. Yəni tək torpaqdan ibarət deyilik. Və bu təsvir ümumiyyətlə insanın həm maddi, həm də mənəvi tərəfinin olduğunu deyir. Yəni bir tək maddi torpaq deyilik, həm də bizim bir ruhumuz var və bu ruhda efirdir. Və digər tərəfdən də Quranda maraqlı bir şey var. Cinlərin və şeytanların alovsuz oddan yarandığı bildirilir. Yəni burada da biz od elementini görə bilirik. Bununla bağlı bir simvolika ortaya çıxır. Mən bu ayələri nəsə elmi və yaxud da bir dini hökm olaraq sizə vermirəm. Sadəcə simvolik baxımdan düşünüb təfəkkür etməyiniz üçündür ki, yəni bunlar boşuna orada keçilmir. Əgər buna haqqında yaradan sizə nəsə məlumat verirsə, deməli bu ünsürlərin insan həyatında hansısa təzahürü, öz hansısa bir təsiri var. İnsan keçəcək indi insanın bədəninə, insanın ümumiyyətlə strukturuna, insanın bədənindəki o möhkəm hissələr, insanın sümüyü, onun torpağı simvolizə etməsi, bədənindəki mayələri, suyu simvolizə etməsi, bədəninin istiliyi, onun metabolizmini simvolizə etməsi və nəfəs alıb verməsi də havanı xatırlatması haqqında danışacağıq. Yəni ki, insan həm fiziki sistemdən ibarətdir, həm də ki, onun ruhsal bir bədəni də var. İndi biz bu 4 elementin hər birini ayrı-ayrılıqda tanıyaq və görək ki, insanın xarakterinə, insanın mizacına və həyatına necə təsir edir. Başlayaq birinci od elementindən. Deməli, od ünsürü. Od ünsürü elə bil kainatda ilk hərəkəti yaradan bir qüvvədir. Çünki od işıqdır, hərəkətdir, istilikdir. Harada od varsa orada nəsə bir dəyişiklik, hərəkət var. Harada od yoxdursa orada hərəkət də yoxdur. Od bizi qışda isidir. Ümumiyyətlə təbiətə baxın, yaz gələndə günəş isinməyə başlayır, torpaq oyanır, bitkilər cücərir, həyat sanki yenilənir. Və bunların hər birinin arxasında od elementi, od ünsürü dayanır. Od nəyi simvolizə edir? Simvolik dildə ümumiyyətlə od həyat deməkdir. Həyat enerjisi, iradədir. İnsanın iradəli insanlar, məsələn, od ünsürü çox olan insanlar olur, cəsarətdir, məqsəddir, insanın hərəkətə keçməsidir. Biri var ki, nəyisə düşünürsünüz beyninizdə mən bunu edərəm ideya kimi, amma biri var durursunuz ayağa, o addımı atırsınız. Bunu sizə verən məhz daxilinizdəki o od, alov enerjisidir. Yəni insanı yuxudan, yataqdan qaldıran o həmin o qüvvə məhz od ünsürüdür. İnsanın məqsədinə, hədəfinə aparan o iradə, o risk etmə, onlar hamısı od enerjisidir. Təbiətdə odun ən böyük mənbəyi günəşdir. Bizim Günəş Qadın klubu da məhz ona görə bu adı verilib. Bəziləri mənə deyir, sənin Günay klubun. Günay klubu deyil, əslində Günəş klubudur. Niyə? Çünki Günəş sizi hərəkətə keçirsin deyə. Məhz sizdə bu iradəni, disiplini, nəsə öyrənməyi, sağlıqlı dopamin qaynağı almağınız üçün bu kanalın, bu qrupun, Qadın klubunun adını Günəş qoymuşam. Çünki Günəş olmasaydı yer üzündə həyat olmazdı. Nəsə apokalipslə bağlı filmlərdə falan görürsünüz ki, Günəş sönür, dünya dayanır, nə bilim, bunların hamısı boşuna təsadüf deyil. Çünki Günəş elə bil ki, həyat mənbəyi hesab olunur və günəşdə həm də od enerjisi deməkdir. Od, işıq həm isidir, həm işıqlandırır, həm də həyat verir. Psixologiyada isə od nədir? Psixologiyada od motivasiyadır. Yəni düşünün ki, bir insanın motivasiyası yoxdur ki, səhər yuxudan dursun, işə getsin. Bu insan əlbəttə ki, özünü məcbur edib ya sürünə-sürünə gedəcək işinə, ya da işindən zövq almayacaq, ya da ümumiyyətlə getməyəcək, depressiyaya girəcək. Çünki əgər insanın məqsədi yoxdursa, o zaman insanın bədənində od enerjisi də zəifdir. Amma əgər insanın bir məqsədi, hədəfi varsa, o zaman sanki bir lampa yanır, işıq yanır, od yanmağa başlayır və o insan dayanmır. Tüm günü hərəkətdə olur. Ümumiyyətlə, od enerjisi, od ünsürü çox olan insanlar hərəkətdə olan insanlardılar. Onlar üçün sonra edərəm sözü yoxdur. İndi, hazır, bu dəqiqə edək. Hər zaman hazırdılar nələrsə etməyə. Temperament olaraq, od, bu 4 Aristotelin temperament nəzəriyyəsinə görə xolerik temperamentinə uyğun gəlir. Yəqin ki, məktəb tədrisindən yadınızda qalıb ki, məktəb proqramından ki, 4 temperament növü var. Sangvinik, xolerik, flegmatik və melanxolik. Bunların içində xolerik temperamenti məhz od ünsürünə uyğun gəlir. Xolerik insan necə insandır? Aktivdir, liderdir, enerjilidir, qətiyyətlidir, risk etməyi sevir, cəsarətlidir, hərəkətdə olur bütün günü, liderdir, ilk addımı o atar. Məsələn, sinifdə uşaqlar var, 20 uşaq var və onların içində müəllim deyir, kim bilir cavabı birinci əlini xolerik uşaq qaldırar. O birinci gedir, arxadan digər insanlar gedir. Mizac elmində də buna safravi mizacı deyilir. Safra ümumiyyətlə, safra kisəsi deyirlər türklər həm də ona, öd kisəsi ilə bağlıdır. Öd orada yığılır.
alov orada yığılır. Çox insanı məsələn o qəzəbini bastırır içində nifrət olaraq bastırdıqda, yəqin özünüz də görmüsünüz ki, öd kisəsi gedir əldən. Cavan yaşdan belə öd kisəsində daşlar yaranır, öd kisəsini götürürlər. Çünki safrada yığılır bunların hamısı. Safravi mizac da buradan gəlib. Od mizacı. Safravi mizacında olan insanlar da bax tez qərar verirlər, tez hərəkət edirlər, impulsivdirlər, çox gözləməyi sevmirlər, səbirsizdirlər, boş vaxt keçirməyi xoşlamırlar, hiperaktiv deyirlər, ADHD, bütün günü hiperaktivliyi olan insanlar, bax bu insanlara aiddir və onlara maraqlı onlar üçün ümumiyyətlə önəmli şey nədir? Faydadır. Yəni əgər bir iş onlara fayda vermirsə, onu dayandırmaq, davam etdirmək istəmirlər, dayandırmaq istəyirlər. Xarakter olaraq ümumiyyətlə safravi mizacına sahib olan insanlar lider kimi doğulurlar. Onlar daxillərində çox güclü iradə olur, ədalət hissi olur, mərhəmətli olurlar. Xüsusilə də uşaqlarla, heyvanlarla, yaşlılarla pozitivdə əlbəttə ki, hər bir ümumiyyətlə istər mizac olsun, istər xarakter olsun, hər bir hər şeyin ümumiyyətlə bu kainatda dualitə deyilən bir şey var. Pozitiv tərəfi var, negativ tərəfi var. Onu da necə yaşayacağınız sizin özünüzdən asılıdır. Və pozitiv tərəfdə bu insanlar yaşlılara, uşaqlara, heyvanlara qarşı çox mərhəmətli olurlar. Amma bəzən də bunu göstərə də bilmirlər. Çünki bəzən insan olur, sevir, amma bu sevdiyin elə göstərir ki, sanki o insana sərt formada nəsə dedi. Yəni bu çox vaxt bu safravi mizacında olan insanlara uyğun gəlir. Çünki onlar emosiyalarını çox dərindən hiss etmirlər, sərt formada deyirlər. Bəzən də bəzi insanlara quru kimi gələ bilirlər. Amma odun, alovun kölgə tərəfi də var. Od balansdan çıxdığı zaman insana nə verə bilir? Əsəb, aqressiya, tələskənlik, səbirsizlik, tez alışmaq, tez sönmək. Bəzən olur insan birdən-birə əsəbləşir, özündən çıxır, amma onun qəzəbi uzun çəkmir. Sonra sakitləşir, peşman olur ki, niyə mən belə elədim, gərək elə deməzdim, gəlir üzr istəyir. Bax bu insanlar məhz safravi od elementi, üstünlük, ağırlıq daşıyan insanlardırlar. Xarici görünüşlə necə görünürlər? Onlar safravi insanlar çox kök olmurlar. Arıq olurlar. Nəyə görə? Çünki daim hərəkətdə olan insan çox kök elə bilməz əslində. Çünki bütün günü enerji harasa kalori olaraq sərf olunur. Çox vaxt uzun olurlar, sümüklü olurlar, çox zirək olurlar, çevik olurlar, hərəkətdə olmağa meyilli olurlar və onların mizac elminə görə bədənləri nisbətən başları bədənlərindən nisbətən biraz kiçik ola bilər. Uşaq vaxtı ola bilər başları böyük olsun, amma böyüdükdə sanki onların başları biraz kiçik olur bədənlərindən. Yəni bədənin yuxarı hissəsi daha çox ora istilik gedir, od gedir. Və əlləri də, ayaqları da onların çox vaxt soyuq olur. Yəni bəzən insan görürsə əlindən tutsun buz kimi olur əlləri. Bu çox vaxt insan bədəndə od enerjisinin elementinin çox olması demək olar. Sağlamlığına təsir edir. İnsanın necə təsir edir od enerjisi? Əgər insan məsələn od elementi çoxalıbda, insan məsələn özünü təhlükədə hiss etmir, başlayır çox işləməyə ki, çox pul qazansın, od elementi bədənində artır və yaxud da kimsə onu sıxır, əzir, əzməyə çalışır və yaxud da o özü kimsə əzməyə iradəsi ilə sıxmağa çalışırsa, o adamda nə yaranır? Mədə problemləri yaranır, öd kisəsi problemi yaranır, bayaq sizə dedim və baş ağrıları da ola bilir. Buna fikir verin, bax öddür, mədədir. Bunlar hansı zonadır insanın bədənində? 3-cü çakradır. Mədə solar plexus çakrasıdır. Demək ki, nə oldu? Gəldi burada od elementi, çakralarla da əlaqələndi. Çakralarla bağlı gələn webinarımızda sizə daha detallı anlatacağım. Amma ümumi məlumat verim ki, odun 3-cü çakra ilə əlaqəsi nədir? Bura özünə inamdır. Çox insanda göstərməyən ən böyük problemi özgüvəndir. Beynində milyonlarla ideya var, amma edə bilmir. Xəyallar aləmində yaşayır, hərəkətə keçə bilmir. Niyə? Çünki 3-cü çakrada problem var. Uşaq vaxtı kimsə nəsə onu tənqid edib, nəsə olub, öz güvənini, özünə inamı itirib, şəxsi gücünü itirib, hərəkət edə bilmir, iradəsi də yoxdur. Ona görə də qərar vermək, öz üzərində işləmək, bunlar hamısı od ünsürüdür, 3-cü çakra ilə bağlıdır. Əgər bu çakrada od enerjisi çatmırsa, insan öz gücünü bilmir, qərar verməkdən qorxur, məsuliyyətsiz olur, bəzən insan olur, bugün edərəm, sabah edərəm, o birisi gün edərəm, procrastination deyirlər, sabaha təxirə salmaq bir işi. Bunlar məhz 3-cü çakrada problem və od ünsürünün çatışmazlığı deməkdir. Yəni insan öz məsuliyyətini qəbul edə bilmir, qorxur. Bunların detallı gələn dərsdə anlatacağım. Əsas bilin ki, iradədir, qərar verməkdir, özünə inamdır. Bunların hamısı od ünsürü ilə bağlıdır. İndi biraz astrologiya ilə də bağlı danışmaq istəyirəm. Od ünsürünün astrologiyada necə özünü göstərir? Bunlar hamısı bir-biri ilə bağlıdır. Yəni mən sizə birindən danışım, digərindən danışmaya bilmərəm. Çünki bunlar hər yerdə var. Bütün bu sistemlərdə var. Astrologiyada 3 bürcdə daha çox olur bu ünsür. Amma bu demək deyil ki, siz qoç bürcüsünüzsə, siz artıq safravi mizacısınız. Xeyr. Hər kəsdə hamısından var. Amma hansısa daha çox üstünlük təşkil edir. Qoç, şir bürcü, bir də oxatan bürcü. Bunların hər biri 3 bürcdə daha güclü olur. Od elementi. Amma fərqli formasıdır onların hər birində odun. Qoç bürcü elə bil ki, qığılcımdır. Həmən impulsivdir. Fikir verin, qoçlar lider olurlar. Adolf Hitler məsələn, bağda lider idi. Ola bilər pozitiv deyildi, amma lider idi. Aparırdı arxasından insanları, düzdür. Bu qığılcımdır, impulsdur, liderdir. Şir nədir? Şir bürcü. Baxın, bütün şirlərə baxın, hər kəs istəyir parıldasın, hər kəs istəyir ona baxsın. Niyə görə? Çünki od enerjisi bunda çoxdur. Şir bürcündəki od elementi ocaqdır. Işıq kimi saçır,
liderdir, hər zaman istəyir ki, o şəxsiyyəti pərəstiş deyilən bir şey var. Bax, bu od ünsürünün məhz o ocaq olmasıdır, formasıdır və oxatan bürcü isə o da əbədi məşəldir, azadlığı sevən, müdrik, inkişaf edən bir bürcdür. Bunların hər üçündə də od arxetipi var. Bunu numerologiyada da görə bilərsiniz. Bunu siz, məsələn, çox arxetipdə görə bilərsiniz. Birinci arxetipdə də 11-ci arxetip, sizə 11 ayın 11-də doğulan insanlardan danışmışdım ki, çox hərəkət edirlər, dayana bilmirlər, 7 enerjisi çox hərəkətlidir, liderdir, dayana bilmir. Bunların hamısı bu arxetiplərlə rezone edir. Yəni insan öz daxilindəki o vəhşi, o hərəkətli olan tərəfini idarə etməyə öyrənməlidir. Çünki əsl güc başqalarını əzmək, başqalarını yandırmaq, başqalarını məğlub etmək deyil. Əsl güc həyatda insanın özünü idarə etməsidir. Budur. Yəni dözümlü olması, nə isə balansda saxlamasıdır, budur. Ümumiyyətlə, od bizə nə öyrədir? Od bizə deyir ki, hərəkət et, başla, risk et, dayanma, qorxma, olacaq. Amma bir tərəf də var. Odun negativ tərəf də var. Əgər od qışda sizin evinizi isidə bilərsə, istirik. Həmçinin, Allah qorusun, evi yandıra da bilər. Yəni, bu odun negativ tərəfidir. Burada da nə öyrənməliyik? Burada balans öyrənməliyik. Yəni, balans nədir? Məsələn, iradə var, güclüdür də bu insan. Özünü perfekt, mükəmməl hesab edir. Amma onun içində mərhəmət də olmalıdır. Yəni, liderlik var, amma təvazökarlıq da olmalıdır. Yəni, özünü hamıdan təkəbbürlü olub üstün də görməməlidir. Cəsarəti var, amma hikmətli də olmalıdır, səbirli də olmalıdır. Yəni, bu od ünsürü ilə bağlı, od elementi ilə bağlı bütün məlumatlardır. Mənə elə gəlir, yetərlidir. PDF-ləri də sizə göndərəcəm, onları yavaş-yavaş oxuyarsınız. Od da nə öyrənməlidir? Od enerjili insan balanslı olmalıdır, insanları əzməməlidir. Hərəkət edir, etsin, amma ortaya hansısa bir məhsul da gətirsin. Ümumiyyətlə, bütünə kainata da kömək, fayda etmiş olsun. Keçək su elementinə. Deməli, su elementi, dediyim kimi, intuisiya deməkdir. İnsan ümumiyyətlə bədəninin 70% deyilənə görə sudan ibarətdir. Əgər od hərəkət deməkdirsə, su həmin o hərəkətə həyat vermək deməkdir. Ümumiyyətlə, yer üzünə baxsaq, harada su varsa, orada həyat var. Hansısa, məsələn, Saharada bütün günü günəş orada vurur, bilməm, ya da ekvatorda hardasa düz günəşin isitdiyi yerlərdə su yoxdursa, orada nəsə bitmir də, orada nəsə həyat da olmur. Çünki harada su yoxdursa, orada həyat da yoxdur. Bədənimizin də böyük hissəsi 70%-dən çoxu sudur. Qanımız, limfamız, göz yaşımız, tüpürcəyimiz, nə bilim, hüceyrələrimizin daxilində belə, hətta o piylər var, köklərdən bizi, onlar belə o daxildə suyun mayenin içində olurlar. Bunlar hamısı su elementinin təzahürüdür. Su bizə nə öyrədir? Su bizə axmağı öyrədir həyatda. Yəni, su heç vaxt mübarizə aparmır od kimi. Sadəcə axır gedir. Ya onun qarşısına bir maneə çıxanda, simvolik olaraq anlatıram, məsələn, su axır, çaydır. O maneə gələndə ya onun ətrafından süzülür, keçir, ya da zamandan yonur o daşı. Yonur, aşındırır və oradan da özünə yol tapır, keçir. Bunu öyrənməliyik. Çünki bu əslində su, od enerjisindəki kimi güc deyil, o sərtlik deyil, yumuşaqlıqdır. Amma yumuşaqlıq özü də zəiflik deyil. Özü də bir gücdür əslində. Su nəyi simvolizə edir? Su insanda əsasən emosiyaları, duyğuları, hissləri, yaradıcılığı, intuisiyanı simvolizə edir. Sevgini, mərhəməti, şəfqəti, fikir verin, bütün bizim seanslarımız boyunca etdiyimiz bütün çalışmalarda bizim buraxdığımız, boşaltdığımız nədir? Bizim bu həmin o yığılmış sularımızdır. O suyun içində saxladığımız o negativ duyğulardır. Çünki su bizim daxili dünyamızdır. Yəni, bizim insanların belə kənardan baxdığı anda görün bunun necə emosiyaları var. Bunu çox insan görmür. Bizim içimizdə insanların görmədiyi tərəfimizdir. Yəni, heç kəsin belə bilmədiyi tərəflərimizdir. Gedib bəlkə psixoloqa anlatdığımız tərəflərimiz, bax, bunlar hamısı sudur. Suyu çox olan insanlar, bədənində su elementi çox olan insanlar necə olurlar? Doğuşdan psixoloq dediyimiz insanlar. Yəni, bu uşaq baxırsan ki, necə fəhimli uşaqdır. Diqqətçil uşaqdır, dərrakəli uşaqdır, başqalarını hiss edə bilir. Hətta o qədər intuisiyası güclü olur ki, belə bir insanın, otağa kimlərsə daxil olur və onun aurasını hiss edə bilir. Hətta o insanın əhvalının pis olduğunu hiss edə bilir. Bu, insanın bədənində su elementinin çox olması deməkdir. Yəni, heç kəsi deməsə belə, o başa düşə bilər ki, bu insan indi sevinir, yoxsa sıxılır, heç bir kəlməyə, sözə ehtiyac yoxdur. Bu, sadəcə su elementinin xüsusiyyətidir. Çünki su elementi hisslərdir. Onlar hiss edilir. Sağ beyin yarımkürəsidir. Orada analiz yoxdur. Orada sadəcə duyğular, yaradıcılıq, hiss etmək var. Emosiyalardır. Emosiyalar su kimidir. Emosiyaları sıxıb saxlasanız, bir gün onlar özləri daşmağa başlayır. Bədəninizdə çox vaxt, məsələn, görürsünüz ki, o kapsullanır, o emosiyalar, sular yığılır, hardasa qalır, hansısa bir sızıltı, ağrı verə bilir, sıxışır qalır. Çünki onları mütləq boşaltmaq lazımdır. Yəni, siz yoxdur burada, desəz ki, inkar etsəz ki, yo, məndə heç bir şey yoxdur, aleksitemiya deyirlər buna. Görüb, hiss etmir heç bir duyğunu, yox sayır, robot kimi gəzir. Yəni, siz onu içinizdə inkar etsəz, o duyğuları,
O zaman onlar orada toplanacaq, sizə Allah qorusun psikosomatik hansısa xəstəliklər verə bilər. Amma siz onlara doğru yol versəniz, həmin o duyğular sakit bir çaya çevriləcək və axacaq gedəcək. Yəni ümumiyyətlə bəzi insanlar düşünür ki, hissləri göstərməmək lazımdır, daş kimi olmaq lazımdır. Xeyr, hissləri yaşamaq zəiflik deyil. Ümumiyyətlə emosional intellekt çox önəmli bir şeydir. Hissləri idarə etməyi öyrənmək. Əsl müdriklik insanda budur. Öz emosiyalarını idarə edə bilməsi. Çünki insan emosional intellekti olarsa, həyatda başından nə gəlirsə gəlsin, orada dimdik dura biləcək, öz hisslərini idarə edə biləcək. Çünki o hisslər, o duyğular sizi hansısa, nə ola bilər, hər şey ola bilər həyatda. Müharibə ola bilər, hava dəyişə bilər, fəlakət ola bilər, nəsə. O anda sizin emosional intellektiniz varsa, o duyğu sizi idarə etməyəcək, siz onu idarə edəcəksiniz və sizin stabilliyiniz olacaq. Su elementinin temperamentlə nəzəriyyəsinə görə hansı temperamentlə əlaqələndirilir? Bəzi məktəblərə görə su elementi flegmatik temperamentlə əlaqələndirilir. Amma şəxsən mənim fikrimə görə su elementi daha çox melanxolik temperamentə uyğun gəlir. Çünki daha çox emosional, daha özünə qapanıq, daha çox depressiv kim olur? Melanxolik insanlar olurlar. Yəni daha sakit, təmkinli, uyumlu, səbirli, konfliktlərdən qaçan, sülh istəyən, yəni intuitiv tərəfi olan, bunlar mən düşünürəm ki, bunu mən məsələn öyrəndiyim sistemə görə melanxolikə daha uyğun gəlir. Mizac olaraq da buna mizac elementində su elementinə bəlğəmi mizacı deyirlər. Bəlğəm, o öskürəndə çıxan o bəlğəmdən yadınızda saxlaya bilərsiniz. Bəlğəm ümumiyyətlə su deməkdir. Bəlğəmi mizacə sahib olan insanlar çox vaxt mehriban olurlar, həssas olurlar. Ümumiyyətlə uşaqlar doğulurlar, bəzən dünyaya gəlirlər, baxırsan ki, bu uşağın saçı yoxdur. Keçəl uşaqlardır. Fikir versiniz, hər uşaq da eyni doğulmur. Bəziləri saçlı, gür saçlı doğulur, bəziləri keçəl doğulur. Su mizacına sahib olan, bəlğəmi olan uşaqlar çox vaxt keçəl doğulurlar və çox həssas olurlar. Adicə bir səs-küydən belə diksinə bilirlər. Empatiya hissi güclü ola bilir bu insanlarda. Başqalarını incitmək istəmirlər, düşünürlər, özlərini onun yerinə qoyurlar ki, birdən belə deyərəm, onun xətrinə dəyər. Yəni, çox mərhəmətli insanlar olurlar. Xarakter olaraq da insanlar yaxşı dinləyə bilirlər, anlayırlar. Ona görə dedim, su elementi çox olan insanlar çox gözəl psixoloqlar olurlar və yaxud da yardımcı peşələrdə işləyirlər. Yaxşı müəllim ola bilərlər, təkcə psixoloq yox, həkim ola bilərlər, şəfaçı ola bilərlər. Çünki qarşındakı insanı hiss edir bu adam. Yəni, bu insan robot deyil. Və insanlar var ya, şizoid kimi robot, bütün gün kompüterin arxasında işləsin. Bu su elementinə aid deyil. Bu insanlar hər şeyi hiss edirlər. Amma bunun kölgə tərəfi də var. Yəni su elementi balansdan çıxdıqda insanda həddindən artıq tez incimək və kövrəklik yarada bilər. Bu insanlar keçmişi buraxa bilmirlər. Neqativdə bəlğəmi olan insanlar keçmişlə yaşayırlar. O vaxt mənə o bu sözü demişdi, mən onu hələ də unuda bilmirəm. İnciklikləri uzun müddət saxlayırlar və yaxud da özlərini günahlandırırlar. Özümü bağışlaya bilmirəm falan şeylərə görə, kəşf ki, o vaxt elə deməzdim, belə deyərdim. Bunlar hamısı bizim bu bəlğəmi su elementinə aid olan insanlarda olur və digər pis tərəfi də yenə də qurban psixologiyasıdır, xilaskar sindromudur, başqalarının yükünü öz üzərinə alır, daşıyır, hamısını yox deməyi bacarmır. Bunların hər biri su elementi çox olan insanlara aiddir. Bədən üzvünə görə, görünüşə görə dediyim kimi uşaqlar çox keçəl olur, onların çox saçları olmur. Su elementi çox olan insanların ümumiyyətlə üz cizgilərinə baxanda yumşaq olur, dəriləri açıq rəngli olur, ümumiyyətlə rütubətli, nəmli olurlar, biraz köklüyə meyilli olurlar. Ümumiyyətlə kök gördüyünüz insanları artıq çəkili insanlar. Onların hər birində su balansdan çıxıb. Çünki yaşadıkları hansısa travma, bu nə olur olsun, çox vaxt kök insanlarda, artıq çəkili insanlarda nə görürük? Psixoloji və yaxud da fiziki və yaxud da seksual hansısa bir zorakılıq yaşayırlar və o mütləq ki, suyun içində özünü saxlayır. Bədəndə nə olur? Şişir. Əsasda üst bədən şişir. Alt hissə yox. Alma formasında deyilən bədəndə çəki almağa meyillilik yaranır. Su çoxalır bədənlərində. Yəni onu necə çıxartmaq lazımdır? Həmişə su elementi çox olan insanlara deyirəm ki, tərləyin. Tərləmək də harada olar? Saunada ola bilər, əlbəttə ki, amma idmanda. Ona görə əgər mən bir insanla məndən konsultasiya etdiyi zaman deyirəm ki, siz idmana gedin deyirəmsə, deməli onda su elementinin çoxaldığını görmüşəm, istəyirəm tərləsin. Deyir ki, yo, mən idman etmirəm, amma gedirəm üzgüçülüyə və yaxud da gəzirəm təbiətdə. Xeyr, tərləməlisiniz. Onlar mütləq tərləməlidirlər ki, o su bədənlərindən çıxsın. Həmçinin sportun başqa xeyirləri də var. Gələn webinarda kök çakra ilə bağlı danışanda deyəcəm onları. Su elementi çox olan insanlar rahatlıq sevirlər. Evin o komfortunu çox sevirlər. Ev onlar üçün çox önəmlidir. Ümumiyyətlə, bəzən qadınlar görsün, hansısa bir psixoloji problem yaşayırlar, başlayırlar evi təmizləməyə, tökürlər evi, ya da evdə hansısa münaqişə olub başlayır evi, bilmirəm, yaz təmizliyi etməyə başlayır, dərindən soyucunu açır, təmizləyir, tökür, dağılır, neyir, hər yeri gözəlləşdirməyə çalışır, təmizləməyə çalışır. Çünki onlar su elementi o anda onlarda çoxalır. Ona görə yatmağı çox sevirlər su elementi çox olan insanlar. Onları səhər tezdən siz durğuzub işə göndərə bilmərsiniz. O elementi çox olan insanlar kimi, onlar çünki rahatlıqlarına düşkün olurlar və onların nəsə bir məhsuldar olmağını istəyirsinizsə, hansısa bir nəticə verməyini istəyirsinizsə, gərək onun sakit bir mühit olsun. Xaos içində o insanlar nəsə ortaya qoya bilməzlər. Su elementi sağlamlıqda özünü necə göstərir? Əgər su balansdan çıxarsa, o zaman bağırsaqlar gedir,
Ağciyər gedir, əgər əsas da bura doldurubsa sinəyə o negativ duyğuları, bağışlaya bilmədikləri, inciklikləri, o zaman salam astma xəstəliyi, salam ayaq-ciyər problemləri, salam oynaqlar, salam fibromiyalgiya, bunların hər birini salam deyə bilər. Çünki su bədənin çox hissəsində olur, hər yerdə ola bilir. Bəzən lipodemi deyilən bir şey var. Xanımlar olur, baxırsan bədənin bəzi hissəsi arıqdır, bəzi hissəsinə yığılır bütün su, köklük. Bax, onların çoxu da bu su enerjisinin balansının artmasından asılıdır. Çakra olaraq ikinci çakradır. Yəqin özünüz də bunu bildiniz. Bütün ümumiyyətlə emosiyalar çoxu ikinci çakrada olur. İkinci çakra tək emosiyalar deyir, həm də qadın-kişi enerjisi oradadır, münasibətlər oradadır, həyatdan zövq almaq oradadır. Ondan sonra yaradıcılıq oradadır. Bəzən insanlar düşünür ki, ikinci çakra ancaq seksual enerjidir. Xeyr. Bütün o yaratdığınız, ortaya qoyduğunuz hər şey ikinci çakradır. O olmasa onların heç birini edə bilmərsiniz. Yəni ikinci çakra balansdadırsa insan öz duyğularını rahat yaşayır, sevgini rahat qəbul edir, ilham verə bilir, ilham ala bilir və münasibətləri yaxşı olur. Ümumiyyətlə su elementi çox olan, emosional olan insanın huzurlu ailə münasibəti, huzurlu ikili münasibətlərdə huzuru ola bilməz. Niyə? Çünki hər şeydən küsəcək, incəyəcək, davalara, nə bilim, münaqişələrə meyilli olacaq. Çünki o emosiyalardan qidalanan insan olacaq. Astrologiyada su elementi. Burada 3 bürc var. Xərçəng, əqrəb və balıqlar bürcü. Bunlarda daha çox su elementi olur. Əgər siz doğum xəritənizə baxsanız, görsəniz ki, daha çox evlər, daha çox planetlər bu xərçəng, əqrəb, balıqlar bürcündədirsə, deməli sizdən yaxşı psixoloq olar. Deməli sizdən yaxşı bu elmlərlə, bu şəfacılıq, ruhsal elmlərlə məşğul olan insan ola bilər. Çünki bu bürcülər dərindən hiss edirlər. Onların intuisiyası güclü olur və dərindən yaşayırlar hər şeyi. Daha maraqlı daxili dünyalar olur, emosional olaraq zəngin insan olurlar, səthi insanlar əsla olmurlar. Numerologiyada özünü ən çox göstərir 2-ci ayda olan, fevral ayında doğulan insanlar baxın çox güclü intuisiyalar olur. Kimdə 2 enerjisi varsa güclü intuisiya deməkdir. Kimdə 18 enerjisi varsa onlar dəhşət çox güclü intuisiyaları olur. 2, 18, 13 enerjilərində olur. Su elementi çox, çünki keçmişi buraxmaq istəmirlər və 2, 18 və 3. 3 enerjisi də ana yaradıcılıq və ikinci çakra ilə bağlı olduğuna görə də, əgər baxın doğum xəritənizə, kalkulyatorda hesablayın, sizdə bu elementlər, ümumiyyətlə hamısı bir-birinə bağlıdır. Bu enerjilər, arxetiplər çoxdursa, deməli sizin su enerjiniz çoxdur və sizin qadın enerjiniz çoxdur, yaradıcılığınız çoxdur, xəyallar qurmağı bacarırsınız və qorxularınız da var. Bunları da işləməlisiniz, emosiyalarınızı da işləməlisiniz. Bir şey də sizə deyim, çox bu önəmlidir. Ümumiyyətlə, sizə danışacağım bunun haqqında, insanın energetik bədənləri haqqında, efir haqqında da ondan danışacağım. 5-ci element olan efir bədən haqqında. Amma ümumi bizim etdiyimiz bütün çalışmalarda, bütün seanslarda təmizlədiyimiz yer astral bədəndir. Bunu demək istəyirəm. Çünki su elementi ən çox astral bədənlə əlaqədardır. Bütün bizim emosiyalarımız, bütün o hisslərimiz, arzularımız, onların saxlandığı bütün qat, başımızı üstündən saysanız, o qat astral qatdır. Yəni illərlə o saxladığınız, o unutduğum dediyiniz qorxularınız, travmalarınız, incidilmələr, kədər, nə bilim, bütün hamısı bax o qatdadır. Ona görə də emosional boşalma, emosional, somatik boşaltma o duyğuları çox önəmlidir. Çünki su olaraq da, bax, enerji olaraq da orada yığılırlar və bizə zərər verə bilərlər. Su bizə nə öyrədir? Su bizə deyir ki, hiss et, bağışla, burax və qəbul et. Çünki su axmasa, su nə olur? Qalır, durğunlaşır, iylənir, qoxur, bulanıqlaşır. Eləcə də yaşanmayan, nə zaman onu yaşamadıqlarınız, proses etmədiyiniz o emosiyalar da yığılıb, bax orada bulanıqlaşa bilərsin bədəninizin içində, yükə çevrilə bilər. Yəni ona görə də özünüzü pis hiss etdiniz bir an, ağlayın. Ən gözəl o suyun boşaldılma, ən gözəl şəfalanma, o emosiyanı yaşama metodu, insana Allahın verdiyi bu gözəl bir şey nədir? Tövfə deyək. Ağlamaq. Duyğu gəlir, saxlamayın duyğunuzu. Ağlayın, boşaldın. Köhnə xatirələr gəldi. Hansısa seriala baxdınız, nəsə düşdü yadınıza. Buraxın o hissləri. Ağlayın, boşaldın. Tək göz yaşı boşaltmır bu arada. Yəni başqa şeylər də edə bilərsiniz. Tapping edə bilərsiniz. Ora-bura vura bilərsiniz. O duyğuları boşalda bilərsiniz. Və yaxud da sinənizə vura bilərsiniz. Biz yas sonlandırma seansımızda bunu edəcəyik. Timosu boşaldacağıq oradan o duyğunu. Yəni ki, saxlamayın. Emosiyaları, inciklikləri, nə bilim, qorxuları, ağır hisslərin heç birini saxlamayın, boşaldın. Buraxın. Saxlamayın o yükü üzərinizdə. Yer səthindəki görürsünüz 70% hər şeydə əhatə edən sudur. Oradan da həqiqətən də okeanlar, çaylar, sular, gör nə qədər sular var, göllər, şəlalələr və düşünün bizim hər dəfədə bu seanslarımızın önündə biz hər zaman su mənbəyi ilə mən sizi aparıram. Nəyə görə? Çünki orada emosiyalarınızı rahat yaşaya biləsiniz onun üçün. Keçək hava elementinə. Hava. Üçüncü ünsürümüz olan hava haqqında biraz danışaq. Deməli, od bizə hərəkət verirdi, su bizə hiss etməyi öyrətdi. Nə verir? Düşüncəni, mental düşünməyi, əlaqə qurmağı, analiz etməni. Havanı çünki biz gözümüzdən görmürük. Ancaq hiss edirik. Və bu dünyaya ilk gəldiyimiz andan etibarən nə etməliydik ki, yaşaya bilək?
Nəfəs almalıydıq. İlk etdiyimiz belə baxanda bu yaşama tutunmaq üçün hərəkət nəfəs almaq idi və son ümumiyyətlə həyatımızdan da bu dünyadan da köçərkən son verdiyimiz şey də nəfəs olacaq. Yəni son nəfəsini alırsan burada da həyat bitir. Belə baxanda, yəni həyat əslində bu iki nəfəs arasında keçən bir yol kimidir. Nə maraqlıdır. Hava nədir? Nəfəsdir. Hava düşüncədir. Hava məntiqdir. Hava ünsiyyətdir. Hava Merkuri planetidir. Hava danışmaqdır, sözdür, ağıldır, nəfəsdir, azadlıqdır. Və hava stabil qalmır. Bugün çox istidir, sabah yağış yağır, qar yağır, soyuq olur, dəyişir, bir yerdə qalmır. Belə baxmalısın, simvolika kimi, metaforik olaraq. Ona görə də hava elementi çox olan insanlar, bayaq dediyim su elementdəki kimi çox belə emosional, dərindən hər şey yaşayan yox, dəyişməyi, çox rahat dəyişməyə bacaran insanlar olur. Yəni ona kimsə gəldi, xətrinə dəydi, uzaq başı bir gün danışacaq kimlərlənsə, sabahsı gün yatacaq, duracaq, artıq onu proses edib, işləyib, yaşayıb, buraxıb, keçəcək yeni bir addıma. Bu insanlar, hava elementi çox olan insanlar dəyişməyi çox rahat bacarırlar, transformasiya deyilən şey onlara asandır, çox belə kin tutmaz, saxlamaz, keçmişə yapışıb qalmaz. Çünki öyrənməyi sevirlər, çünki yenilənməyi sevirlər, çünki azadlığı sevirlər, yapışıb arasa qalmağı sevmirlər. Ümumiyyətlə, insanın beynində hansısa bir düşüncə yaranır birinci, ondan sonra ona uyğun emosiya yaranır, ondan sonra bunu hərəkətimizə göstərir. Məsələn, beyninizə düşüncə yaranır ki, durum nəysə edim, sonra deyirsiniz ki, yox, sabah edərəm, sonra hansısa içinizdə hansısa duyğu yaranır və ondan sonra hərəkət edirsiniz. Yəni, birinci hava yaranır, amma gözə də görünmür və o sonra sözə çevrilir, hərəkətə çevrilir, reallığa keçirilir. Ona görə də hava elementi əslində bütün bu ideyaların yarandığı sahə hesab olunur. Deməli, hava nə deməkdir? Yeni layihələr, yeni fikirlər, yeni baxış bucaqları. Ümumiyyətlə, hava elementi bu deməkdir. İdeyalar, düşüncə, məntiq, fikir, ideya, ünsiyyət. Yəni, sözdür dediniz, hava ünsiyyətdir, sözdür. Bir-birinizdən danışırsınız, söz havada yayılır, frekanslı, tezlikdir. Baxın, mən danışıram, mənim səsimdən hansı havaya, hansı tezliklər yaranır. Səs dalğaları deyirlər buna. Yəni, biz telefonla, indi kompüterlə bir-birimizdən danışırıq, canlıda da qızlar məni eşidirlər. Siz məni necə eşidirsiniz? Mən indi hal-hazırda Belçikadayım, siz başqa ölkədəsiniz. Məni necə eşidirsiniz? Səs dalğaları ilə, hava vasitəsilə mənim sözlərim sizə çatır. Ona görə də qədimdən bütün bu müəllimlər, filosoflar havanı elementini ünsiyyət elementi olaraq adlandırırlar. Gəlin biraz balanslı hava elementi olan insanlardan danışaq. Bu insanlar öz fikirlərini çox rahat ifadə edirlər. Dinləməyi bacarırlar. Hər şeylə, nəsə danışanda biri ilə, bir danışıqla digər danışıq arasında əlaqəni qura bilirlər. Çox rahat yeni dostluqlar yarada bilirlər. Su elementi kimi özünü çəkib kənarda durub hər kəsi hiss etmir. Rahat atılır ünsiyyətə, kimlərləsə danışır. Temperament ümumiyyətlə nəzəriyyəsinə görə hava elementi açıq aydın sanqvinik temperamentidir. Bəzən uşaqlar onları məktəbdə görürsünüz ki, sanqvinik olan uşaqlar dost canlıdırlar, yüzlərlə dostu var, hamı ilə dostluq edir, şəndir, sosialdır, ünsiyyətçildir, optimistdir, baxırsan ki, üzü güləriz uşaqdır, şirin deyilir, şirin uşaqdır, özünü sevdirən insandır. İnsanlarla onlar elə ki, bir otağa girir, sanqvinik, hava elementli insan. Hər kəs çönür ona baxır, hər yeri şənləndirir sanki bu insan. Və enerji elə bil ki, ondan enerji qaranır. Danışdıqca, sosiallaşdıqca bu insan daha da enerjisi artır. Mizac elmində də buna dəməvi mizacı deyilir. Dəməvi mizacı qanla bağlı bir mizacdır. Ümumiyyətlə, dəm sözü qan deməkdir. Verin, dəmli çay deyəndə də çay rəngi biraz qana bənzəyir belə, o deməkdir. Dəməvi insanlar necə olurlar? Yenə, yumor hissi güclü olan pozitiv insanlar, gözəl dünya görüşü olan insanlar, ünsiyyət qurmağı sevən insanlar, yeniliklərə açıq olan insanlar, adətən bir yerə onu sal, yeni bir mühitə, yeni bir qonşu, yeni bir şəhər, yeni bir məktəb, həmən o yerə uyğunlaşacaq, həmən inteqrasiya olacaq. İnsanlar çünki sevirlər, insanlar arasında olmağı sevirlər, əlbəttə pozitivdə. Çox danışmağı sevirlər, bəzi insanlar olur, danışırlar, susmurlar. Bax, onlar hava insanı deməkdir, dəməvi insan deməkdir. Amma onlar nəyə öyrənməlidir? Bu da çox önəmlidir. Çox danışmaq yox, keyfiyyət olaraq çox danışmaq yox, kəmiyyət olaraq çox danışmaq yox, keyfiyyət olaraq çox danışmağı öyrənməlidirlər. Çox önəmli, doğru danışmağı öyrənməlidirlər. Çünki söz həm şəfa verə bilər, həm də insanı yaralaya bilər. Bəzən olur, insanlar olur, baxırsan, sənə nəsə söz dedi, kompliment elədi, amma bilmirsən ki, bu sənə yaxşı söz dedi, yoxsa pis söz dedi. Məsələn, deyir ki, bugün necə gözəl görsənirsən, bu şortik sənə nə gözəl yaraşıb, heç selülitlərim çox da görünmür. Məsələn, bilmirsən ki, bu söz pozitivdir, yoxsa negativdir. Keçənlərdə mənə 2-3 gün bundan qabaq bir kollegam dedi ki, sən necə yaxşı insansan, nə qədər boyun balacadır, amma çox yaxşı insansan. Baxırsan ki, bu sözdür də, deyir. Amma həm pozitiv orada enerji daşıyır, həm negativ daşıyır və həmin insan da dəməvi insan idi. Nə etməlidir? Çalışmalıdır, sözü ilə insanları yaralamasın. Çünki bu insanlar öz sözləri ilə insanları motivasiya edə bilər, nəsə öyrədə də bilər, məlumat da paylaşa bilər, əlaqə də qura bilər, amma sözü ilə balansdan çıxarsa hava, öz o fikirləri dağıdıb, öz o içindəki o negativ enerjiləri başqalarının üstünə ata da bilər öz sözü ilə.
Bir de bayaq sizə dedim ADHD, diqqət çatışmazlığı və hiperaktivite pozuntusu bu hava insürü olan insanlarda da olur, amma onlarda daha çox hərəkət olaraq yox, fikirlərin, diqqətin dağılması kimi olur. Məsələn, başlayır bir işə, eyni anda 10 iş eləyir. Burada qab yuyur, burada gəlir, məsələn, şəkil çəkir, orada gedir, paltar qatlayır, orada gedir, onu eləyir. Bunlar hamısı hava enerjisinin balansının çıxması kimi özünü göstərə bilər. Və nəticə olaraq heç bir şey də bitirmir. Və bu niyə olur? Əslində onu deyim sizə. Əslində hamısı mental beyindədir, mental bədəndədir. Mental olaraq bu insan beynində o qədər şey düşünür ki, eyni anda o qədər, yəni insan nə görə ümumiyyətlə psixoloqa gedir? Psixoloqa gedir, danışır. Danışdıqca o beynindəki o xaos düşüncələr oturur rəflərə. Başa düşürsən ki, bu bunun üçünmüş, bu bunun üçünmüş və rahatlayırsan. Amma hava elementi çoxaldıqca, çox düşündükcə, heç bir şeyi öz rəfinə qoya bilmədikdə nə olur? İnsan çox danışır, az hərəkət eləyir və az da dinləyir. Halbuki insana 2 qulaq verilib, bir ağız, deməli insan 2 dəfə daha çox dinləməlidir, bir dəfə daha az, bir dəfə danışmalıdır. Ona görə də mütləq hava elementini digər elementlərdən balansalamaq lazımdır. Çox danışmaq olmaz, duyğularını, mental düşüncələrini və ümumiyyətlə hərəkətini də işlətməlisən. Yəni tək düşündüm, ideya gəldi, uzandım, yatdım olmaz. O ideyanı da hərəkətə keçirməlisən və torpaq elementi ilə də mütləq balanslamaq lazımdır. İdeya gəldi, məhsulu ortaya çıxar. Bədən olaraq necə görünürlər? Hava elementində olan insanlar daha çox onların əzələləri çox olur. Əzələ quruluşu çox yaxşı inkişaf eləmiş olur. Üzlərində, dodaqlarına baxdıqda görürsünüz ki, dodaqlarının kənarları belə yuxarı baxır biraz. Gülümsəyən bir üz ifadəsi olur. Və bu insanlar bir şey də sizə deyim, belə baxırsınız, söz dediyiniz zaman tez qızara bilirlər. Yəni niyə qızarırlar? Onu da bayaq sizə dedim, dəm enerjisi çoxdur, qan hıltı çoxdur. Qan da yığılır o dəqiqə üzə, yanaqları ona görə qızara bilir. Üz ifadələri canlı olur və hər getsələr tez uğurlaşan insanlar olurlar. Və ənənəvi mizac yanaşmasına görə də hava elementi daha çox qan dövranı ilə bağlıdır, ürəklə bağlıdır, qaraciyərlə bağlıdır və hormonal sistemlə əlaqədardır. Ən çox hava elementi ən çox numerologiyada hansı enerjilərlə bağlıdır? Yəqin özünüz təxmin etdiniz, 6-cı ay, iyun ayında doğulan insanların çoxu, baxın, ünsiyyətçil olurlar, şən olurlar, sevəcən olurlar, sevgi enerjisi dolu olurlar, pozitiv də əlbəttə ki, ünsiyyətçil olurlar. 6 enerjisi həm də bizə xəstəliklərlə bağlı webinarımızda sizə demişdim. O da ürək damar sistemi ilə bağlı bir enerjidir. Bu həmçinin birinci ayda doğulan yanvar ayıyla da bağlıdır. Ayın biri doğulan insanlarda da hava elementi çox olur. Çünki söz deyirik də, söz, ünsiyyət, bunların hamısı ona aiddir. Bir də 22 enerjisi, azadlıq enerjisi. Bu da hava, bu 22'si doğulan insanlarda hava, danışmaq, ünsiyyət çox olur bunlarda. Çakra kimi baxsaq, hava. Hava həm ürək çakrasına aiddir, həm də boğaz çakrasına aiddir. Çünki boğazdan çıxır da bizim sözlərimiz, danışmaq üçün səs tellərinə ehtiyacımız var və ürəklə də bağlıdır. Ümumiyyətlə, ürək çakrası belə götürsək hər şeylə bağlıdır. O gələn dərsdə danışacağım, çünki burada sevgi, bağışlama saysaq belə baxanda su enerjisi ilə də bağlıdır. Amma nəyə görə hava elementini ürək çakrası ilə bağlayırlar? Bunu sizə deyim. Çünki bir insanın ürək çakrası açıq olduqda o insan axında danışır. Yəni ona gəlir və gələn şeylər negativdən gəlmir. Rahat şəkildə, balans şəkildə verməyi bacarır. Danışmağa bacarır, sözü ilə şəfalandırmağı bacarır. Ona görə də bir insan rahat şəkildə danışması üçün təkcə boğaz çakrasındakı qorxuları, özgüvənsizliyi götürməsi yox, həmçinin ürəyini də boşaltması lazımdır oradakı inciklikləri ki, rahat şəkildə axında rahat danışmağı bacarsın. Astrologiyada hava elementi hansı bürclərdə özünü göstərir? Əkizlər bürcü, Tərəzi bürcü və Dolça bürcüdür. Bunlar da daha çox hava elementi özünü göstərir. Fikir verin, əgər bir insan çox o qədər bir-birinə bağlıdır. Məsələn, bir insan ayını tutalım, 22'si doğulub, azadlıq enerjisi və yaxud da iyun ayında doğulub və baxırsan ki, bürc olaraq da əkizlər bürcüdür. Yəni, hamısı bir-birindən bağlıdırlar bunlar hamısı və baxırsan hər birinin ortaq xüsusiyyəti nədir? Öyrənmək, ünsiyyət saxlamaq, məlumat toplamaq, azadlığı sevirlər. Bu 3 bürcün üçü də. Siz onları bir yerə bağlaya bilmərsiniz. Qalıb burada qəfəsə sala bilmərsiniz. Çünki onlar azadlığı sevirlər, geniş düşünürlər. Həyatda da baxsanız görsəz, yenilik gətirmiş insanlar çoxları bu elementi özündə saxlayan insanlardılar. Numerologiyanı dedim, 1, 6 və 22 enerjilərində daha çox olur. Öz doğum xəritənizə baxıb bunu görə bilərsiniz. Havanı nə etmək lazımdır ki, özünü, yəni pozitivdə saxlasan hava, balansda olsun insanın bədənində, mental bədəndən işləmək lazımdır. Yəni, biz işləyirik, görürsünüz, bəzi proqramları işləyirik seanslarımızda, bəzi düşüncə qəliblərində işləyirik, inancları işləyirik, proqramları işləyirik. Hər dəfə seanslarda sizdən soruşuram ki, bu proqram nədir, nə öyrəndin, bu travmanı yaşadın, o travmada özün haqqında hansı qərarı verdin, özünlə bağlı hansı nəticəyə gəldin, bu proqramı sənə kim öyrədib, belə olmağa kimdən sənə keçib? Çünki bunların hamısı məhz birbaşa insanın bədəndəki hava elementinə öz təsirini göstərir. Çünki onlar dəyişdikcə insanın düşüncə tərzi də dəyişməyə başlayır. Ümumiyyətlə, insan həyatı boyunca topladığı bütün bu inanclar var, düşüncə qəlibləri. Onların hamısı mental bədəndə yaşayır və çox vaxtda bizim həyatımızda bizi elə bir ki, geri saxlayan, inkişaf etməyə qoymayan o yaşadığımız travmalar, o problemlər, hadisələr deyil. Bizim onlar haqqında düşündüyümüz o inanclardır.
Yəni ola bilər uşaq vaxtı və yaxud da gənclikdə və yaxud nə bilim münasibətində biri səni dəyərsiz hiss etdirib, sənə deyib ki, eybəcərsən, burnun böyükdür falan da və oradan hansı travma almısan, tamam. Amma oradan hansı nəticəni çıxartmısan, özün inanmısan ki, sən eləsən. Bax, o inanc sizi dəyişir. Yəni mental bədən üzərində dəyişdikcə, o inancı dəyişdikcə insanın həyatı da dəyişir, etdiyi seçimləri də dəyişir, düşüncəsi dəyişdikcə ümumiyyətlə həyatının bütün istiqamətləri dəyişə bilir. Hava bizə nə öyrədir? Hava bizə deyir ki, iki qulağın var, ona görə daha çox dinlə, daha az danış, düşün, öyrən, öyrət, danış. Ə, amma unutma ki, ən güclü söz, ən güclü kəlmə belə sükutdan doğulur. Ona görə də mütləq sükutu da arada olmalısınız. Çünki bu ümumiyyətlə hava elementində olan insanların bir dənə çox böyük bir negativ tərəfi var ki, onlar yalnız qalmaqdan bəzən qorxurlar. Tək qalmaqdan, təklik qorxuları olur. Bir nəsə bəs danışmaq istəyirlər. Halbuki öz içinə yönəlsə, özü ilə danışmağı öyrənsə, ünsiyyət qurmağı, sinir sistemi daha tez sakitləşə bilər. Və bir şey də sizə deyim, bayaq da dedim, insan dünyaya gələndə ilk nəfəs alır və sonda da nəfəs verir və seanslarımızda da özünüz görürsünüz ki, nəfəs texnikalarını çox istifadə edirik. Çünki nəfəs hava elementinin ən saf təzahürüdür. Nəfəs dəyişəndə sinir sistemi də dəyişir. Tez-tez nəfəs alanda insan hiperventilyasiya keçirib hətta insult ola bilər. Yəni o qədər stres yaşayıb nəfəs almağı unudan insanlar var ki, bədəninin sağ və yaxud da sol tərəfi iflic ola bilər. Düşünün, nəfəs nə qədər önəmlidir. Və hər seansın önündə də siz nəfəs alırsınız, nəfəsinizi tutursunuz, nəfəsinizi buraxırsınız. Bu da bədəni rahatlaşdırır, zehni yavaşladır. İnsan başa düşür ki, buradayam, indiyəm, təhlükədə yoxdur. Sinir sistemi, bütün ümumiyyətlə insanın beyni rahatlaşır, alfa rejiminə keçir. Ona görə də yəni tək nəfəs məşqləri ağciyəri qəşəng işlətsin deyə deyil, həmçinin hava elementini balanslaşdırmaq və mental bədəni düşüncələri də sakitləşdirmək üçündür. Çünki görürsünüz, özünüz seanslarımızda deyirəm, diqqətini ver burnuna, gör necə nəfəs alırsan, burnundan soyuq hava gelir, isti hava gelir. Bunlara diqqətinizi verdikcə o mental bədən susmağa başlayır, mental düşüncələr. Ona görə də məsləhətdir ki, əgər hansısa həyəcanınız varsa, hansısa bir ideyanız varsa, nə olur olsun, arada biraz nəfəs məşqləri edib özünüzü hava elementini balanslaşdırasınız. Gəlin dördüncü elementimiz torpaq haqqında danışaq. Əgər od bizi hərəkətə getirirdisə, su bizə hiss etməyə öyrədirdisə, hava da bizi düşündürürdüsə, torpaq bütün bunların hamısını materiallaşdırır. Materiallaşdırır nə deməkdir? Yəni həyata keçirir. Yəqin çox vaxtlar görürsünüz, mən statuslarda paylaşıram ki, bir şey düşündüm, onu gətirdilər, mənə hədiyyə verdilər. Və yaxud da ürəyim nəsə istədi, gəldim gördüm, kimsə onu bişirib. Bax, bu materializasiyadır, bu torpaqlanmadır, bu həyata keçməkdir. Çünki əgər bir beyninizdə ideya var, meditasiya edirsiniz, orada nələrsə görürsünüz, amma o gözəl gördüyünüz şeylər reallaşmırsa, ideya olaraq qalırsa, demək ki, torpaqda nəsə problem var. Torpaq enerjisi də çatmır. Çünki torpaq bizə göstərir ki, həyatda nəticə göstərmək vacibdir, yəni onu reallaşdırmaq vacibdir. Torpaq nə deməkdir? Torpaq sabitlik deməkdir, təhlükəsizlik, güvən hissi deməkdir, bazadır. Maslow'un o ehtiyaclar piramidasına baxdığımızda ən təməl ehtiyacı insanın bu həyatda nədir? Təhlükəsizlikdir, güvəndir. Bəzi mənim tanışlarım var, qızlar, məsələn, indi hal-hazırda Ukraynada yaşayır, Rusiyada yaşayır, müharibə zonalarında yaşayır. Onlara baxırsan ki, onların baza təməl ehtiyacı olan o ehtiyac yoxdur, o güvən yoxdur, təhlükəsizlik yoxdur. Əlbəttə, o pozulduğu zaman digər hər şey də pozula bilər. Torpaq elementi deməli sabitlikdir, əminamanlıqdır, təhlükəsizlikdir, bolluqdur, məsuliyyətdir, nizam-intizamdır, səbirdir və maddi material aləm hər şeydir. Puldur. Pul deyək, qızıldır, puldur. Unutmayaq ki, biz nə qədər ruhsal inkişaf etsək də, biz torpaq üzərində yaşayırıq. Bu torpaqda bu indi oturduğumuz ev, yaşadığımız bina, hansı bir torpağın üstündə tikilib. Yediğimiz qidalar, baxın, nə yersiz yiyin, hamısı torpaqdan gəlir. İstər meyvə tərəvəz olsun, istər ət olsun, hamısı torpaqdan gəlir. Hətta insanın bədəni daxırda torpağa qayıdır, bayaq dediyim kimi. Torpaq bizə köklərimizi xatırladır. Torpaq elementi olan insanlar daha çox material aləm insanlardır. Bunlar, yəni deyim ki, digər o elementlərin bol olan insanlar kimi daha çox emosional olmurlar, çox ideyalar falan olmur. Onlar çox xəyal falan da qurmurlar. Onlar deyirlər ki, aha, ideyan var, okey. Biz bunu necə həyata keçirək? Necə realizə edək bunu? Bu planı necə həyata keçirək? Buradan necə pul qazanaq? Hər şeyə fərqli baxırlar. Məsələn, siz bir dənə yaratdığınız əsəri gətirirsiniz, göstərirsiniz ki, bax, mən necə gözəl şəkil çəkmişəm. Torpaq elementi olan insan deyir ki, gəl səninlə birləşək, bu bir şey eləyək, sərgi açaq, bunu sataq. Bax, bu torpaq insanıdır. Çünki o hərəkətdən çox materiallaşmadır. Yəni, əlbəttə hərəkət də lazımdır, amma daha çox materialdır da. Yəni, bunu nəsə bir şeyə keçirək, monetizasiya edək, pul edək bunu. Tamam, səndə bu qabiliyyətlər var, okey. Amma biz buradan necə pul qazanaq? Yəni, nəticə axtarır da bu insan. Torpaq nə deməkdir? Həm də güvən deməkdir, təhlükəsizlik hissi deməkdir. Əgər insanın bədənində torpaq elementi balanslıdırsa, insan bu həyatda güvənli şəkildə yaşayır. Çox vacibdir. Ümumiyyətlə, gələn bizim webinarımızda da bu haqda danışacağım. Torpaq kök çakra bazadır. Kök çakra mütləq olmalıdır. Əgər insan
sağ qalmaq rejimində yaşayırsa, yəni düşünür ki, mütləq gedim işə nəsə bir qəpik qrup kazanım, eləyim ki, sağ qalım, uşaqlarımı yedirdim. Bu insanın ruhsal inkişafına söhbət gedə bilməz. Bu insan sağ qalmağa çalışır və yaxud da fit bədənindən söhbət gedə bilməz və yaxud da gözəlliyindən söhbət gedə bilməz. Bu insanın bazası, təməli, təhlükəsizliyi təmin olunmayıb. Yəni ona görə də əgər kök çakrada balans pozulubsa, torpaq elementində balans pozulubsa, o zaman insan qorxu yaşayır, güvəndə olmamaq hissini yaşayır, təhlükəsizliyini itirir və həyatın ümumiyyətlə idarəsini itirir. Borclara girir, problemlər yaşayır. Çox vacib bir elementdir torpaq elementi. Temperament olaraq, klassik temperament nəzəriyyəsinə görə torpaq flegmatik temperamenti ilə əlaqələndirir. Bəzi nəzəriyyələrə görə də melanxolik temperamentlə əlaqələndirir. Amma ümumi götürsək belə baxın ki, torpaq temperamenti olan insanlar dərin düşünən insanlar olur, məsuliyyətli insanlar olurlar, ailə sevən insanlar olurlar, mükəmməlliyi sevən insanlar olurlar və mizac elmində buna sovdavi mizacı deyirlər, torpaq mizacı deyirlər. Bu insanlar daha çox sol yarımkürəni inkişaf istifadə edən insanlar olur. Yəni beynin sol yarımkürəsi daha çox onlarda inkişaf etmiş olurlar. Çünki onlar analitik beyinə sahib olurlar, daha çox analiz edirlər, düşünürlər, hər şeyi ölçüb biçirlər, tələskən deyirlər. Onlar üçün daha çox keyfiyyət önəmlidir, sürət önəmli deyil, yavaş hərəkət edirlər. Düzdür, su elementi olanlar da yavaş hərəkət edirlər. Amma su daha çox emosiyalarından dolayı saxlayır da özünü hərəkət etmirdirsə, bu sovdavi torpaq enerjisində olan insan daha çox ölçüb biçib beynində hər variantı ölçüb biçib analiz etdiyindən dolayı heç hərəkət edir. Amma torpaq elementində olan insanlara siz güvənməlisiniz. Nəyə görə? Pozitivdə bu insanlar verdiyi sözü tuturlar. Onlarda ədalət hissi güclü olur. Məsuliyyətli insanlar olurlar, etibarlı insanlar olurlar. Əgər üzərinə bir işi götürsə, onu axıra qədər çatdırır, yarımçıq buraxmaz, bitirər mütləq. Böyük alimlər, tədqiqatçılar, arxivlə məşğul olanlar, proqramistlər, nə bilim, informasiya texnologiya sahəsində işləyən insanlar, müfəttişlər, hakimlər, mühəndislər, injenerlər, bunların hamısının çoxunda torpaq elementi daha çox üstünlük təşkil edir. Çünki onlar detalları görə bilirlər. Yəni emosiya ilə yox, daha dərindən detaldan hər şeyi görür. Amma torpaq balansdan çıxanda həddindən artıq analiz edə bilirlər. Və bu da dediyim kimi gec hərəkət edirlər, ertələyirlər. Çünki o qədər analiz edir, o qədər düşünür ki, gec edir. Deyir ki, yox, mükəmməl etməyəcəmsə qoy heç etməyim, hələ gözləyim, hələ başlamayım deyə düşünə bilir. Bu da onların inkişafının qarşısını alır. Bir də torpaq enerjisinin çox olduğu insanlarda ən çox görünən mənfi xarakteristika xəsislik, semiclik və hər şeyi çox yığıb saxlamaqdır. Alır, evini doldurur, bəzi şeylərdən onları da buraxa bilmir, yığır, saxlayır, pul xərcləmək istəmir, yığır, milyonu var, amma xərcləmir, daha da yığım, daha çox qazanım, necə edim ki, daha çox pulum olsun, zövq ala bilmir də, yəni o emosiyanı yaşaya bilmir axı, ikinci çakra, su mizacı az olduğu müddətdə, yəni tək torpaq var, su mizacı yoxdursa, bu insan xəsis ola bilər. Amma yaxşı pul saxlayan adam olur. Əgər pulunuzu etibarlı adamdırsa, verin, yığsın, saxlasın, böyütsün o pulu. Belə insanlar olurlar. Bədən quruluşuna görə bu torpaq mizacına sahib olanlar daha çox arıq olurlar, sümüklü olurlar. Çünki necə ki qan havaydısa, su bütün bəlğəm bizdə bəlğəmi idisə, suydusa, bütün su bədənin limfa sistemi su elementi idisə, eləcə də insanın sümükləri torpaqla bağlıdır. Dişi, sümüyü, bunların hamısı torpaq ünsürü ilə bağlıdır və ona görə də onların sümükləri möhkəm olur, biraz arıq ola bilirlər, uzun olurlar. Bəzən deyirlər quru insandır bu insan, necə quru qızdır deyirlər. Bax, bu torpaq elementi çox olan insanlar da olur. Onlar çox vaxt kök olmurlar. Dəri tonları biraz bozuntu ola bilir, tünt ola bilir. Çünki torpaq o qədər çox olur ki, onlarda. Amma mizac balansdan çıxdığı zaman, o zaman gözlərinin altı qaralmağa başlayır bu insanlarda. Üzlərində bir yorğunluq olur. O da nəyə görə? Əgər təhlükəsiz hissi yoxdursa, onda nə olur? Kortizol hormonu çoxalır. Kortizol hormonu çoxaldığı zaman da ümumiyyətlə insan sifətinə baxanda bilir ki, bu adam tükənir. Və balansdan çıxdığı zaman torpaq elementi insanın sümük sistemi əldən gedir. Tez-tez yıxılır. Ki verim, ümumiyyətlə qocalar tez-tez yıxılırlar. Oynaqlarında problem yaranır, dişlər gedir. Çünki insan get-gedə yavaş-yavaş o torpaq azalır. Yəni gedir torpağa doğru, ona görə saçlar tökülə bilir, ayaqları ilə bağlı problemlər yarana bilir. O da hamısı kök çakra ilə bağlıdır. Ümumiyyətlə kök çakra torpaq elementi deməkdir. Bunu deyim sizə. Kök çakra maddi həyatdır, kök çakra ailədir, kökdür, güvən hissidir, təhlükəsizlik hissidir, ümumiyyətlə yaşamaq instinktidir. Hər kəs çalışır bu həyatda sağ qalsın. Yaşamaq instinkti deməkdir buna, torpaqlanmaq deməkdir. Torpaq elementi balanslı olduqda, kök çakra balanslı olduqda insan özünü həyatda elə bil ki, öz yerini tapmış hiss edir. Bəzi insanlar var, fikir verin, bir yerdən bir yerə köçür, dayana bilmir. Gah biraz nə bilim bu şəhərdə yaşayır, sonra keçir o bir həyətə, sonra gedir xaricdə yaşayır, sonra qayıdır gəlir bura. Deməli bu insan torpaq elementi, torpaq ünsürü bu insanda nəsə disbalans var. Kök çakrada disbalans var. Yəni bu adamın ayaqları yerə möhkəm basmır.
Amma bir insanın evi var, köklənib, tanıyır hər kəs bunu, hörməti yaranıb, insanlar buna hörmət edirsə, deməli bu adamın ola bilər getsin xaricdə gəlsin, eləsin, amma qayıdır öz torpağına. Deməli bu insanın kök çakısında torpaq elementi balansdadır. Astrologiyada torpaq elementi Buğa bürcü, Qız bürcü və Oğlaq bürcü ilə daha çox əlaqələndirilir. Onlarda daha çox bu bürclərin ortaq hamısında torpaq elementi daha çox olur. Bunlar fikir verin, hamısı konservativ olurlar, planlı olurlar, səbirli olurlar, təmizliyi, intizamı, strukturu sevirlər, məsuliyyətli olurlar, zəhmətkeş olurlar, nəticəyə və əsas odur fokuslanırlar. Numerologiyada ən çox torpaq elementi 15 enerjisinə sahib olan insanlarda çox olur. 1 enerjisinə sahib olan insanlarda çox olur və 4 enerjisinə sahib olan insanlarda struktur, düzən enerji olur. Bir də 20 enerjisində də kök nəsildən bağlı olduğu üçün torpaq elementi o arxetiplərdə daha güclü olur. Çünki onlar üçün qaydalar önəmlidir, məsuliyyət önəmlidir, sistem önəmlidir, ailə önəmlidir, cəmiyyət önəmlidir. Yəni onlar üçün nizam intizam önəmlidir. Xaos onluq deyil. Yəni torpaq elementi olan insan xaosu sevmir. O insan istəyir ki, hər şey konservativ necə var elə olsun, rahatlıq olsun, struktur olsun, sabitlik olsun. Bax, sabitlik önəmlidir. Torpaq elementində bütün bizim sümüyümüz, bütün fiziki bədəndə bağlı olan əzəllər, toxumalar, dişlər, dırnaqlar, nə bilim, bütün hamısı bu torpaq elementinə aiddir və ona görə də torpaq elementində problem yarandıqda bunlarda problemlər yarana bilir. Bir də bir şey mütləq sizə deyəcəm. Torpaq elementində problem olanda, kök çakrada problem olanda insanın təəssüf olsun ki, beyni ilə də bağlı problemlər yaranır. Bütün Alzheimer, bunama, Parkinson, uşaqlarda autizm, bunların hamısının torpaq elementi ilə əlaqəsi var. Torpaqla əlaqə kəsilib. Biz etdiyimiz bəzi testlər var. O testlərdə görürük ki, autizmli uşaqların çoxunda yerlə bağ yoxdur. Onlar xəyali bir dünyada yaşayırlar. O bağ qopub, torpaq elementi az. Ona görə də məhz diyeti, pəhrizi biz torpaq elementi balansı getmiş insanlara məsləhət görürük və sportu idmanı məsləhət görürük. Çünki torpaqlanmaq lazımdır. Nəyə görə deyirik ki, uşağı buraxın torpağın üstündə çoxlu gəzsin, ayağı batsın o torpağa, ota. Nəyə görə? Çünki torpaqla əlaqə itib. Ümumiyyətlə bizim yaşadığımız indiki hal-hazırda zəmanəyə baxsanız görəcəksiniz ki, biz torpaqdan uzaqlaşmışıq. Hamımız şəhərlərdə yaşayır, qutu kimi binaların içinə girmişik. Yediyimiz qidaların bəziləri heç torpaqdan yaranmır. Məsələn, margarin, o hansı torpaqdan gəlib? Neftdən. Yəni özünüz baxın, sintetik qidalar, bunların hər biri insanın torpaqla bağını kəsir. Ona görə get-gedə daha zəif, daha xəstə uşaqlar dünyaya gəlir. Təəssüflər olsun. Torpaq bizə nə deyir? Torpaq bizə deyir ki, tələsmə, səbirli ol, əkdiyini biçəcəksən və təməli möhkəm qur. Düşünün, bir toxumunuz var, toxumu əkirsiniz torpağa. O toxumu ora əkəndə orada o dəqiqə bitir, bitmir. Yox. Nə lazımdır ona? Günəş işığı. Nə lazımdır ona? Hava. Nə lazımdır ona? Su. Bunların hamısını verirsən və səbirlə gözləyirsən. Və sən əgər təməlini möhkəm qurmusansa, baxmısansa o toxuma, oradan mütləq yaxşı bir şey çıxacaq. Təməl çox önəmlidir, fundament çox önəmlidir. Çünki fundamenti yaxşı olmayan heç bir şey uzun müddət ayaqda qala bilməz. Yəni sizin tutalım, bir ailə qurursunuz, ailənizi qurduğunuz təməl, fundament yalandır. Onun üstündə necə bir ailə qura bilər insan? Və yaxud da bir dostluğunuz var, amma dostluğunuz hansısa bir kiməsə xəyanəti üzərində qurulub. O dostluq nə qədər gedə bilər? İş qurursunuz, işin əvvəlində nəsə fırıldaqlar var. Bu işdən nə nəticə ala bilərsiniz? Yəni bunların hər biri nə deməkdir ki, təməl, kök, torpaq, fundament vacibdir. Ona görə də bir şey də sizə deyim, biz seanslarımın sonunda tez-tez torpaqlama edirik, grounding deyirlər buna. Məsələn, sizə deyirəm ki, torpağı hiss et, ayağının altında torpağı hiss et, yağış yağır, yağış sudur, o su elementidir, hiss et torpağı, qoxusunu hiss et, ağacı get qucaqla. Bunların hamısı sizi torpaqlamağa çalışıram. Çünki istəyirəm ki, ayaqlarınız yerə möhkəm bassın, bədəninizi də hiss edəsiniz. Nəfəs texnikalarımızda biz o hava elementini işləyirik, emosiyalarımız hər seansda işləyirik. Çalışıram siz burada mindful olasınız, burada olasınız, indi olasınız. Ondan sonra düşüncələrinizlə çalışıram, işləyəm, emosiyalarınızla işləyəm. Ümumiyyətlə düşünürəm ki, torpaq çox önəmlidir, nəslimiz çox önəmlidir. Ata, ana mövzuları, nəsil mövzuları çox önəmlidir. Çünki insan nəsildən də öz gücünü ala bilir. 3 vacib şey var insanın ümumiyyətlə şüuraltısında enerji qaynağı olaraq. Biri bu uşaqlıq travmalarıdır ki, 0-7 yaş arası olan bütün o travmaların hamısı o torpaq elementinə təsir edir və onu biz təəssüflər olsun ki, öz övladlarımıza da epigenetik olaraq ötürə bilirik. Biri odur. İkincisi, ruhun gətirdiyi, artıq burada sıfır olaraq gəlmişsiniz, ruhunuzun gətirdiyi bəzi enerjilər var. Bir də kökümüzdən, nəslimizdən aldığımız enerjilər. Bunlar da torpaq elementi ilə bağlıdır. Kökü möhkəm olan ağacın bulaqları da göyə bir o qədər uzana bilər. Amma kökü möhkəm olmayan ağac nə böyüməyəcək, nə meyvə verə bilməyəcək. Çünki insan da bir ağac kimidir əslində. Nə qədər ruhən yüksəlmək istəyirsinizsə, nə qədər yaradana yaxın olmaq istəyirsinizsə, bir o qədər də torpaqlanmağa ehtiyacınız var. Bəzən insanları görürsünüz, hansı dini təriqətə qoşulurlar, ruhsal olaraq uçurlar, Baliyə gedirlər, İndonezya, nə bilim, ya da dini hansısa
sektaya qoşuldular. Amma torpaq yoxdur, baza yoxdur. Ona görə də yenə də xoşbəxt ola bilmirlər. Belə. İndi bu haqda da danışdım. Çakralar haqqında gələn seansımızda daha ətraflı danışacağam sizə. İnsanlara baxanda onlarda hansı çakranın problemli olduğunu görəcəksiniz. Özünüzdəki hansısa xəstəliklərin hansısa çakralarla əlaqəsini görəcəksiniz. Hansı çakranın balansız olduğunu özünüzdə görmüş olacaqsınız. Və ondan da yavaş-yavaş keçəcək biz artıq gələcəklə bağlı bəzi ehtimal xətlərinə, numerologiyaya, həyat periodlarına, hansı həyat periodlarına hansı hadisələr ola bilər, necə edək ki, pozitivə qalaq ki, hər bir enerjinin dualite olan dünyanın pozitiv tərəfini yaşayaq. Çünki ağ var, qara var, işıq var, qaranlıq var. Amma biz də istəyirik ki, biz işıq tərəfdə olaq, yaxşı tərəfdə olaq. Bizim məqsədimiz odur. Belə, bu qədər mənə gəlir ki, kifayət qədər sizə məlumat verdim. İndi praktikaya keçəcəm. Praktikanı sadəcə onlayn edə bilərəm. Kim ki bunu bu webinarı offline dinləyəcəksə onlar bunu